Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 8-cilər. Bugün sizlərə 8-ci sinif riyaziyyat kiçik summativ qiymətləndirmə nömrə 6-nın izahını verəcəm. Vaxt itirmədən baxaq sualların izahına. Birinci sualda yazıb ki, iti bucağı 30 dərəcə və tərəfləri 6 və 8 cm olan paralleloqramın sahəsini tapın. Biz əvvəlcə gəlin sualın şərtinə uyğun belə bir paralleloqram təsvir edək. Və bu paralleloqramımızın tərəfləri 6 cm və 8 cm-dir. İti bucağı isə 30 dərəcədir. İti bucağı da 30 dərəcədir. Və biz bu paralleloqramın sahəsini tapmalıyıq. Paralleloqramın belə bir sahə düsturunu bilirik. AB sinus alfa. Yəni, paralleloqramın tərəfləri vurulsun, onlar arasında qalan bucağın sinusu. Yazarıq 6 vur 8 vur, sinus 30 dərəcə. İndi sinus 30-da 2-də 1 alır, 6 və 8 48. 2-də 1-ə də vuranda cavabımız olur 24. Deməli, birinci sualda cavab oldu 24 santimetrin kvadratı. Paralleloqramımızın sahəsi oldu 24 santimetr kvadrat. Davam eləyək ikinci tapşırıqdan. İkinci tapşırıqda yazıb ki, katetləri 12 cm və 16 cm olan düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş hündürlüyü tapın. Düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş hündürlüyü tapın. Deməli, belə bir düzbucaqlı üçbucaq təsvir eləyərik. Bunun katetləri 12 və 16 cm-dir. Bu kiçik katetə 12, böyük katetə 16 cm desək, bizdən bu düzbucaqlı üçbucağın hipotenuzuna çəkilmiş bu hündürlüyün uzunluğunu istəyir. Əvvəlcə gəlin bu düzbucaqlı üçbucaqdan hipotenuzu tapaq. Pifaqor teoreminə görə buna hər hansı bir ABC düzbucaqlı üçbucağı desəm, ABC düzbucaqlı üçbucağı desək, buradan AB-nin kvadratı plus BC-nin kvadratı bərabər olmalıdır AC-nin kvadratına. Yəni, AC kvadrat bərabər olacaq 12-nin kvadratı plus 16-nın kvadratına. Və buradan AC kvadrat bərabər olur 400-ə. AC-nin də 20 olduğunu tapırıq. AC-miz deməli, hipotenuzumuz ümumi 20 cm-ə bərabər olur. Bizdən indi bu H hündürlüyünün uzunluğunu istəyir və düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilmiş, daha doğrusu hündürlüyün belə bir tapılma düsturu var. Katetlər vurulsun, hipotenuz. Katetlər vurulsun, bölünsün, hipotenuz. İndi burada katetlərimiz 12 və 16-dır. Yazarıq 12 vur 16 bölünsün 20. Bu da ixtisar aparsaq, 16-nın yerinə 8, 20-nin yerinə 10, 8 dəfə 12, 96, ona da biləndə 9,6 cm olur. Cavabımız A variantıdır burada. Əvvəlcə hipotenuzu tapdıq, sonra da hündürlüyün düsturundan H bərabərdir katetlərin hasilinin hipotenuza nisbəti ilə tapdıq. Bu da bizim ikinci tapşırıq. Üçüncü tapşırığa baxaq. Yazıb ki, üçbucağın iki tərəfi 20 cm və 24 cm-dir. Kiçik tərəfə çəkilmiş hündürlük 6 cm-ə bərabər olarsa, bizdən o biri tərəfə çəkilmiş hündürlüyü tapın deyir. Üçbucağın sahəsindən istifadə edərik. Yəni, kiçik tərəf 20 cm-ə çəkilmiş hündürlük 6 cm-dir. Üçbucağın sahəsi bilir ki, tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısı olur. Kiçik tərəfimiz 20-dir, ona çəkilən hündürlük də 6-dır. Yazaram 20 vur 6 böl 2. Bərabər olmalıdır. Üçbucağın digər tərəfi 24 və həmin tərəfə çəkilmiş hündürlük hasili böl 2. Buradan alınır ki, 20 vurulsun 6 bərabər olmalıdır 24 vurulsun H-a. Və buradan H-ı tapsaq 20 vur 6-nı bölməli 24-də, o da olur 5 cm. Cavabımız 5 cm. O bir tərəfə çəkilmiş hündürlük tapın deyirdi. Cavab oldu 5 cm. Davam eləyək 4-cü tapşırığına. 4-cü tapşırıqda yazıb ki, ABCD romdur. ABCD romdur və AO 6 cm-dir. Daha sonra BO 8 cm olarsa rombun sahəsini, perimetrini və hündürlüyünü tapın. Yəni tapaq. AO 6-dır. Bura O nöqtəsidir. Buranı qeyd eləməyiblər. AO 6-dır. Buraya yazıram 6. Daha sonra BO 8-dir. Burada yazıram 8. Burada yazırıq 8. Biz bilirik ki, rombun diagonalları kəsişir və kəsişmə nöqtəsini yara bölünür. Burada 8 olacaq və burada 6 olacaq. Daha sonra rombun diagonalları, yəni AC diagonalı bərabər olur 6 plus 6-ya 12-yə. BD diagonalı da bərabər olur 8 plus 8 16-ya. Və biz rombun belə bir sahə düsturunu bilirik ki, S bərabər olur diagonalları hasilinin yarısı. Yəni AC vur BD bölünsün 2. Yəni 12 vur 16 bölünsün 2. Bu da bərabər olur 96
santimetr kvadrat. Deməli biz rombun sahəsini tapdıq. 96 santimetrin kvadratı. Bizdən perimetrini istəyir. Və digər tərəfdən bilirik ki, rombun diaqonalları bir-birindən qarşılıqlı perpendikulyar olur. Bu düzbucaqlı üçbucaqdan Pifaqorla geçsək, orada tərəfin 8 10 olduğunu taparıq. Pifaqor teoreminə görə 6 8 10. Deməli rombun tərəfi oldu 10. Perimetrdə bərabər olacaq 4 dəfə 10, yəni 40 santimetr. Və bir də rombun hündürlüyünü istəyirik. Bunu necə taparıq? Sahəsini 96 tapmışam. Rombun belə bir düsturu da var, sahə düsturu da var. Tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasili. A vur H. Bu bərabər olmalıdır 96-ya. İndi biz tərəfi 10 tapmışıq deyənə yazacağam 10 vurulsun H bərabər olmalıdır 96-ya. Və buradan H-ı tapsaq 9,6 santimetr olduğunu alarıq. Deməli, hündürlüyü də oldu 9,6 santimetr. Davam edək 5-ci tapşırıqla. Yazıb ki, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. ABCD düzbucaqlıdır və AM paraleldir C-nə. Burada AM paraleldir C-nə. BM bərabərdir MC-yə 3-dür. Baxın, BM-ə də 3 yazıram, MC-yə də yazıram 3. Deməli, AN də 3 olur. Çünki bunlar nə paraleldirsə, bura paraleldir. Bu paraleloqram olur, burada 3 olur. Daha sonra düzbucaqlı olduğuna görə yuxarı tərəf ümumi 6-dırsa, burada 3 olmalıdır ki, aşağı tərəfdə ümumi 6-ya bərabər olsun. AB 4-dür, buraya yazıram 4 və düzbucaqlının bütün bucaqlarının düzbucağı olduğunu qeyd edirik burada. Bizdən ABCD sahəsini istəyir. SABCD bilirik ki, düzbucaqlının sahəsidir. Uzunluğu ilə eninin hasilinə bərabər olur. Eni 4 cm-dir, uzunluğu da ki 3 plus 3 ümumi 6 cm-dir. Sahəsi olur 4 vur 6. Yəni 24. Buna gedir B variantı. 1-ə gedir B. Daha sonra ABM üçbucağının sahəsini istəyir. Baxın, bu üçbucağın sahəsini. ABM üçbucağının sahəsini istəyir. Bu düzbucaqlı üçbucaqdır. Katetləri hasilinin yarısı olur. Yəni 3 vur 4 bölü 2 olur 6 santimetrin kvadratı. Buna da gedir D variantı. Və AMCE-nin sahəsini istəyir. Bu paraleloqramının sahəsini istəyir. Bunu necə taparıq? Paraleloqramın sahəsi tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasili olur. Bunun tərəfi 3-dür. Çəkilən hündürlük də ki, elə düzbucaqlının eninə bərabərdir. Yəni 4-dür. Və buradan 3 vur 4 olacaq 12 santimetrin kvadratı. Buna da gedir A variantı. 1-ə B, 2-yə D, 3-ə də A. Və yaxud da digər tərəfdən ümumi düzbucaqlının sahəsindən 24-dən bu iki üçbucağın sahələri cəmi çıxıb biz bu ortada qalan paraleloqramın sahəsini tapa bilərdik. Yəni 24-dən 12 çıxanda onsuz da yenə 12 olur. Davam edək 6-cı tapşırığa. Düzbucaqlının bir tərəfinin uzunluğudur x plus 1, sahəsi də bu qədərdir. Düzbucaqlının perimetrini x dəyişəninlə ifadə edən ifadəni göstərir. Əgər bir tərəfin uzunluğu x plus 1-dir, sahəsi də 3x kvadrat plus 2x minus 1-dirsə, mən digər tərəfini tapmaq üçün ilk növbədə nə etməliyəm burada? Sahəsini bizə məlum olan tərəfə nisbətini tapmalıyam. Yəni buradan yazaram ki, 3x kvadrat plus 2x minus 1-i bölərik x plus 1-ə. Buradan 3x kvadrat x-ə bölünür 3x dəfə. Vuranda olur çıxılsın 3x kvadrat plus 3x. Çıxanda olur mənfi x minus 1. Bu da mənfi 1 dəfə bölünür. Minus mənfi x minus 1 olur. Qalı da 0 qalır. Deməli, düzbucaqlımızın digər tərəfini tapdıq 3x minus 1. İndi bizdən perimetrini istəyir. Perimetrdə bilirik ki, tərəfləri cəminin 2 misli bərabər olur. Yəni x plus 1 plus 3x minus 1-in 2 misli. Mötərizənin içərisində birlər islah gedir. Qalır 4x vurulsun 2. Cavabımız olur 8x. C variantı. 7-ci suala baxaq. Şəkildə verilənlərə görə rənglənmiş hissənin sahəsini tapın deyir. Əvvəlcə buranı silək. Buranı silək. Yazaq. Rənglənmiş hissənin sahəsini istəyir bizə. Deməli, bu bir paraleloqramdır. Bunun bu tərəfi 24 verib bizə. Bu hündürlüyü də 12 verib. Əvvəlcə ümumi paraleloqramın sahəsini tapsaq,
S parallelogram bərabər olacaq 24 vur 12-yə. Tərəf və həmin tərəfə çəkilmiş hündürlüyə. 24 vur 12. Bu da neçə eləyir? 24-ü 12-yə vuranda, 10-a vuranda 240, 48, 288 santimetrin kvadratı olur. Və daha sonra içəridə görürsünüz ki, rənglənməyən bir düzbucaqlı var. O rənglənməmiş S düzbucaqlının da sahəsini tapsaq, 3 vur 12 olur, 36 santimetrin kvadratı. Və ümumi paralelogramın sahəsindən həmin o düzbucaqlının sahəsini çıxsaq, bizə bu rənglənmiş hissənin sahəsini verəcək. 288-dən çıxacam 36-nı, bu da bərabər olur 252. Cavabımız burada A variantıdır. 8-ci suala baxaq. Verilənlərə görə düzbucaqlı üçbucağın sahəsini tapın. Bu düzbucaqlı üçbucaqdır. Aydın məsələdir ki, bu bucaq düzbucaqdır da. Daha sonra bizdən bu düzbucaqlı üçbucağın sahəsini soruşur. İlk növbədə burada bunun düz hündürlük olduğunu qeyd eləməliydi. Bu hündürlükdür. Və biz bilirik ki, düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən hündürlüyün belə bir düsturu var. H kvadrat bərabərdir mn düsturu. Bura yəni 16-dır. Burada bir x yazsam, 12-nin kvadratı bərabər olmalıdır 16 vurulsun x-ə. Buradan x-in 9 olduğunu tapırıq. X-i 9 tapandan sonra, deməli bizim məsələn buna bir ABC üçbucağı desək, ABC üçbucağımızın AC tərəfi ümumi bərabər olur 25 cm. Və həmin tərəfə çəkilən hündürlüyümüz də 12-dir. H da 12-yə bərabərdir. Üçbucağın sahə düsturunu yazsaq, tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısı. Bu da 12-dən 2 xısar gedir, 6 25, cavabımız olur 150. B variantı. 9-cu suala baxaq. Diaqonalı 2 kökdə 2 cm olan kvadratın sahəsini tapın. Diaqonalı 2 kök altı 2-dirsə, deməli kvadratın tərəfi 2-dir. Çünki bilirik ki, kvadratın diaqonalı tərəfin kök 2 mislinə bərabər olur. O da Pifaqor teoremindən gəlib çıxır. İndi deməli bu bizim kvadratımızın diaqonalı D bərabər 2 kökdə 2-dirsə, deməli kvadratımızın tərəfi 2-dir. Və bizdən S kvadratı istəyir. Kvadratın sahəsi bilirik ki, A kvadratına bərabərdir. 2-nin kvadratı cavabımız olur 4 santimetrin kvadratı. 10-cu suala baxaq. Tərəfi 10 cm olan rombun iti bucağı kör bucağının 20%-nə bərabərdir. Rombun sahəsini tapın. Əgər mən kör bucağa bir alfa bucağı desəm, iti bucaq bunun 20%, yəni 0,2 alfa olur. Bilirik ki, bu ikisinin cəmi 180 dərəcəyə bərabər olmalıdır. Buradan 1,2 alfanın 180 olduğunu alırıq. Alfa da bərabər olur 150 dərəcə. Deməli, kör bucağımız 150-dir, iti bucağı da ki 30 dərəcəyə bərabər olur. Tərəfi 10 cm-dir. Belə bir romb çəkək. Bunun tərəfi 10-dur və iti bucağını da 30 tapmışam. Sahəsini istəyir, S bərabər olur A kvadrat sinus alfa düsturu var. Yəni 100 vur sinus 30, o da olur 50. D variantı. 11-ci suala baxaq. ABC üçbucağında AH-ın HC-yə olan nisbəti 2/3-dür. AH-ın HC-yə olan nisbəti. Buraya yazsam 2K, bura olacaq 3K. Daha sonra S üçbucaq ABC 60 olarsa BHC üçbucağının sahəsini istəyir. BHC üçbucağı. İnşallah məsələn bura bir x yazsam, bura ümumi olacaq 60 çıx x. Və bu qaydadır ki, bu sahələrin nisbəti bunların nisbətinə bərabər olmalıdır. Yəni 60 çıx x-in x-i olan nisbəti bərabər olmalıdır 3k-nın 2k-ya olan nisbətinə. Buradan k-lar islah gedir, ixtisar gedir daha doğrusu. 3x bərabər olur 2 vurulsun 60 çıxaq x-ə. Buradan 3x bərabər olur 120 çıxılsın 2x-ə. 5x-i 120 tapırıq. X-imiz də bərabər olur 24-ə. Bizdən indi bu sağ tərəfdəki üçbucağın sahəsini istəyir. Ora 60 çıx x almışam. 60-dan 24 çıxanda cavabımız olur 36 santimetrin kvadratı. 12-ci suala baxaq. Orta xətti 12 cm, hündürlüyü 9 cm olan trapesiyanın sahəsini tapın. Biz bilirik ki, trapesiyanın sahəsi orta xətlə hündürlüyün hasilinə bərabər olur. Yəni 12 vur 9, cavabımız olur 108 cm kvadratı. Oturacaqları cəminin yarısının hündürlüyə hasil edəsində elə deyilir. Oturacaqları cəminin yarısı bizə elə orta xətti verdiyinə görə orta xətt vur hündürlüklə tapılır.